30 gündə ingiliscə öyrənək. Gün 4. Əlbəttə ki, həmişə olduğu kimi qayıdırıq əvvələ və balaca təkrarlar edirik. Burada sizə şirin qələmimi göstərirəm, çünki bu da çox vacib bir faktor. Şirin qələminiz yoxdursa, dərs öyrənmək çox çətin olur. Xüsusilə ingilis dili. Bu mənə hədiyyə idi bu arada. Və əlbəttə ki, deyib güldükdən, şirin elədikdən sonra ciddi bir sifət alaraq qaçırıq təkrarlara. Çalışıram ki, hər 3 gün ərzində olan materialları, ümumiyyətlə qeydlərimi təkrarlayayım, sözləri yenə də kontekst daxilində cümlələrdə istifadə edeyim. Və budur sizlər üçün hazırladığım möhtəşəm speaking materialı. Gördüyünüz kimi burada bir mövzu ətrafında sözlər, phrasal verblər, idiomlar və onların bütünlükdə istifadə olunduğu bir mətn vardır. Şərhlərə material yazaraq bu möhtəşəm PDF-i məndən tamamilə ödənişsiz əldə edə bilərsiniz. Mütləq yararlanın deyərdim. Və aşağıda isə həmin sözlərdən ibarət bir mətnimiz var, hansı ki oxumalıyıq mütləq. Burada da göstərdiyim kimi hər bir sözü qeyd etmişəm və hansına uyğun da cümlə nümunəsi yazmışam. Və əlbəttə ki, həmin cümlələri məşq etdikdən sonra keçid alıram mətnə. Başlayıram mətni oxumağa. Oxuya-oxuya həm də analiz edirəm. Nəyi analiz edirəm? Sözləri. Qeyd etdiyim sözlər mətndə necə istifadə olunub, ümumiyyətlə şəxslərə necə uyğunlaşdırılıb və mən öz adımdan əgər istifadə etsəm necə istifadə edərəm? Yəni analiz deyəndə sırf əsas bunları nəzərdə tuturam. Və hər şeyi analiz etdikdən sonra başlayıram mətni öz-özümə danışmağa. Hətta bu rutin mövzusu olduğu üçün mən bu mövzunu özəlləşdirə də bilərəm. Həmin sözlərdən istifadə edərək öz rutinim haqqında danışa bilərəm. Burada sadəcə seçim sizdən asılıdır. Yəni birinci oradakı mətni, daha sonra öz rutininizi danışa bilərsiniz və yaxud mətni anladıqdan sonra sadəcə öz rutininiz haqqında məlumat verə bilərsiniz. Və gördüyünüz kimi bəli bu mümkündür. Hardasa gündə yarım saat, 1 saat sərf etməklə özünüz nitqinizdəki o dəyişikliyi müşahidə edə biləcəksiniz. Odur ki, növbəti günlərə aid videoları qaçırmamaq üçün səhifəmi izləməyi unutmayın. Hələlik.